Mən bugünəcən bir kitabımı hələ çap eləməmişəm. Bir misranı da, bir səhifəmi də və dəfələrlə çıxış eləyirəm ki, bu belə də olmalıdır. Yazıçını nəşriyyatlar çap eləməlidir. Və təbii mən sevinirəm xaricdən gələndə ki, Şvetsiyada ya Fransiyada, Türkiyədə ya Çində mən oxuyur. Kirgiziyada neçə kitabım çıxıb. Mən kimə lazımam Kirgiziyada, Kirgiz dilində. Ya da Pribaltikada. Ay Allah, nə qədər mənim, Latviyada mənim 20 cildligim çıxıb. Yaxşı da buraxıblar. Mən gələndə ora biləndə ki, qabaqcadan gələcəyim, qatarı gözləyirlər insanlar. Ona görə mən doğrudan sevinirəm ki, mənim kitablarımı oxu və sevinirəm ki, mən Azərbaycan yazıcısıyam. Bax, yaxşı, sənin bu boyda şöhrətin var, bu boyda deyək ki, hörmətin, kitabların çap olunur. Sən niyə gedib İlham Əliyevin yanında dayanırsan? Niyə ona vəkillik edirsən? Mən onu anlamaq istəyirəm. Quldurun böyüyü İlhamdır. Quliyev Şamo yazır, xalqın qanını içir bir qeyrət. Baxın, yəni təsəvvür edin, bu həmən bizim bu Çingiz Abdullayev, bu istedadlı Dəladuz İlham Əliyevi təqdim edir, təbliğ edir.